Salam, bugün sizə yəqin ki, çox tanış gələn bir mövzu barədə danışacağıq. Təxirə salma, yəni bilirsiniz də, işləri sonraya saxlamaq vərdişi. Həm, hamımızın az çox rastlaşdığı bir şeydir. Elədir. Əlimizdə isə Con R. Perry'nin Ertələmə sənəti kitabı ilə bağlı bəzi qeydlər, təhlillər var. Bizə Zehinpod təqdim edir. Bəli, maraqlı bir mənbədir. Adətən təxirə salma deyəndə, ağlımıza dərhal mənfi bir şey gəlir, pis bir vərdiş kimi düşünürük, elə deyilmi? Düzdür, cəmiyyətdə elə qəbul olunub çox vaxt. Tənbəllik kimi, iradəsizlik kimi. Amma bugün, bax, bu mənbələrə əsaslanaraq, bu anlayışa biraz, necə deyim, fərqli bir pəncərədən baxmağa çalışacaq. Məhz. Sual ortaya çıxır ki, görəsən təxirə salma həmişəmi pisdir? Bəlkə də düşmənimiz deyil. Çox intriqalı səslənir. Gəlin başlayaq. Başlayaq. Əlimizdəki materiallar göstərir ki, Perry təxirə salmanı sırf iradəsizlik, tənbəllik kimi damğalamaqdan çəkinir. Necə yəni? Yəni, o deyir ki, bu qədər sərt olmayın özünüzə qarşı, hətta iddia edir ki, təxir salmanın müəyyən formaları təəccüblü də olsa, məhsuldar ola bilər. Məhsuldar. Təxir salma, bu necə mümkün ola bilər ki? İlk baxışdan çox qəribə gəlir. Elədir, qəribədir. Amma gəlin baxaq, Perry bunu necə izah edir? Yaxşı, Perry'nin əsas arqumenti nədir? Mənbədə, qeydlərdə vurğulanır ki, o, dünyanı sadəcə iki qrupa bölməyin, işini vaxtında görənlər və təxirə salanlar bunun doğru olmadığını düşünür. Bəli, çox sadələşdirilmiş bir bölgə olduğunu deyir. Hətta belə bir sitat da var, deyir ki, mən üçüncü bir kateqoriya təklif edirəm, struktural təxirə salanlar. Bu nə deməkdir? Struktural təxirə salma. Bax, işin ən maraqlı tərəfi budur, struktural təxirə salma. Eşidirəm. Perry deyir ki, bu insanlar ən vacib, ən böyük, bəlkə də ən qorxuducu görünən işlərdən, yəni a-prioritetli işlərdən yayınırlar. Hə, bu tanışdı. Amma, və burası vacibdir, onlar boş dayanmırlar. Əvəzində başqa işlər görürlər. Low prioritetli işlər, yəni daha az vacib görünən, amma yenə də faydalı, mənalı işlər. Deməli, bir işdən yayınmaq üçün başqa iş görmək. Məsələn? Məsələn, böyük bir hesabat yazmaq əvəzinə oturub bütün cavablanmamış e-poçlarını cavablayırsan. Və ya mühüm bir layihəyə başlamaq əvəzinə birdən ağlına düşür ki, iş masanı səliqəyə salasan ya da evi təmizləyəsən. Dəqiq, məndə çox olur bu. Deməli, bu sadəcə tənbəllik etmək, divanda uzanmaq deyil. Əslində bir fəaliyyət növüdür. Tamamilə. Perry'nin iddiası budur ki, bu passivlik deyil. Bu aktiv bir yayınma formasıdır. Amma nəticədə nəsə bir iş görülmüş olur. Çox maraqlıdır. Anladığım qədər, bu o böyük, qorxunc tapşırıqdan yayınmağın bir yolu, amma bunu edərkən başqa, daha kiçik işləri həll etməkdir. Bəs yaxşı, bunun psixoloji tərəfi nədir? Niyə biz o böyük işlərdən bu qədər yayınmağa meyilliyik? Mənbəylər Groda bir neçə psixoloji faktora işarə edir. Çox vaxt böyük tapşırıqlar bizdə narahatlıq yaradır. Uğursuzluq qorxusu ola bilər. Aha. Ya da hər şeyi mükəmməl etmək təzyiqi. Perfeksionizm yəni. Bu təzyiq o qədər böyük olur ki, başlamağa qorxuruq. Başa düşürəm. Donub qalırıq sanki. Bəli, struktural təxirə salmanın hiləsi isə odur ki, bu narahatlıq, bu qorxu sizi tamamilə iflic etmir. Necə? Enerjinizi dayandırmaq əvəzinə onu başqa, daha idarə olunan, daha az qorxuducu görənən tapşırıqlara yönəldirsiniz. Yəni, özünüzü bir növ aldadırsınız. Aldadırıq. Necə yəni? Nəli, beyninizə deyirsiniz ki, mən tənbəllik etmirəm, bax, iş görürəm. Əsas işdən yayınmaq üçün bu B prioritetli işləri görürsünüz, amma günün sonunda baxırsınız ki, həqiqətən də nələrsə etmisiniz. Dəyərli işlər görmüsünüz. Vay, bu həqiqətən də ümumi qəbul olunmuş fikirləri, necə deyim, alt-üst edir. Deməli, Perry deyir ki, bu strategiya əslində ümumi məhsuldarlığı artıra bilər. Bəli, onun əsas arqumentlərindən biri budur. Deyir ki, sıfır məhsuldarlıqdansa B prioritetli işləri görmək daha yaxşıdır. İndi düşünürəm, yəqin ki, sizin də başınıza gəlib böyük bir işin son tarixi yaxınlaşanda birdən-birə masanızı tərtəmiz eləmək istəyi yaranır. Hə, ya da illərdir əl dəyməyən kitab rəfini düzəltmək. Bəlkə də bu sadəcə yayınma deyilmiş, elə Perry'nin dediyi kimi struktural təxirə salmanın iş başında olmasıdır. Çox güman ki.
Perry məhz bunu deyir. Bu davranışa görə özümüzü dayanmadan qınamaq, günahlandırmaq əvəzinə gəlin onu anlayaq və hətta idarə etməyi öyrənək. Özümüzü qınamamaq əvəzinə. Bu vacib məqamdır. O, cəmiyyətin təxirə salmaya bir növ əxlaqi qüsur kimi, bir iradə zəifliyi kimi baxmasını tənqid edir. Deyir ki, bu yanaşma bizə kömək etmir, əksinə daha çox stres yaradır. Bəs nə təklif edir? Əsas fikir budur ki, əgər siz özünüzdə bu xüsusiyyəti görürsünüzsə, özünüzü struktural təxirə salan kimi qəbul edin. Bu qəbul etmə, bu vərdişlə daha konstruktiv, daha sağlam şəkildə işləməyə kömək edə bilər. Özünü qəbul etmək və özünə qarşı daha şəfqətli olmaq. Günahkarlıq hissini azaltmaq. Yaxşı, bu yanaşma həqiqətən cəlbedici səslənir. Amma bir təhlükə yoxdur ki burada. Məsələn, İnsanlar bu struktural təxirə salma anlayışını eşidib, bunu sadəcə həqiqətən vacib işlərdən, o A prioritetli işlərdən qeyri-müəyyən müddətə yayınmaq üçün yeni, bəlkə də daha ağıllı bir bahanə kimi istifadə etməzlər. Çox yerində bir sualdır. Bu risk var, əlbəttə. Yəni, insan deyə bilər ki, mən struktural təxir salıram və həmişə B, C, D prioritetli işlərlə məşğul olub o əsas böyük işə heç vaxt başlamamaq riski. Bəli, bu mümkündür. Və yəqin ki, Perry də bunun fərqindədir. Mənbələr göstərir ki, o struktural təxirə salmanı, yəni faydalı işlər görməklə yayınmanı, tam fəaliyyətsizlikdən və ya həqiqətən zərərli, məsələn, sosial mediada saatlarla vaxt keçirmək kimi yayınma formalarından ayırır. Fərq nədədir? Əsas fərq odur ki, gördüyünüz o B prioritetli işlər həqiqətən faydalı olmalıdır. Yəni, onların bir dəyəri olmalıdır. Bu sadəcə vaxt öldürmək, baş qatmaq olmamalıdır. Anladım. Deməli, meyarlar var. Bəli. İkincisi, bu yanaşmanı, bu mexanizmi başa düşmək, əslində özümüzü idarə etmək üçün yeni yollar tapmağa kömək edə bilər. Əgər bilirsinizsə ki, böyük işlərdən qorxduğunuz üçün kiçik işlərə qaçırsınız, bəlkə də o böyük işi daha kiçik, daha az qorxuducu hissələrə bölmək kimi strategiyalar qura bilərsiniz. Bu məntiqlidir. Özünü anlamaq, idarə etmənin ilk addımıdır deyirlər. Tam olaraq. Bu biliyi öz xeyrinizə işlədə bilərsiniz. Deməli, bütün bu müzakirədən çıxan əsas nəticə, əsas fikir nədir? Belə başa düşürəm ki, John R. Perry'nin yanaşması bizi təxirə salmanı tamamilə məhv edilməli bir düşmən, bir canavar kimi görməkdən çəkindirir. Bəli, o qədər də qorxulu deyil deyir. Daha çox anlaşıla bilən, idarə oluna bilən və hətta düzgün şəraitdə faydalı ola biləcəyi bir insan meyli kimi görməyə çağırır. Əsas məsələ struktural təxirə salmanın nə olduğunu dərk etmək və bəlkə də öz iş vərdişlərimizdə, öz həyatımızda onu tanımaqdır. Məhz. Və bu bizi çox vacib bir düşüncəyə, bir suala gətirir dinləyicilərimiz üçün də. Özünüzdə bu struktural təxirə salma əlamətlərini müşahidə edirsinizmi? Maraqlı sualdır. Yəni, ən vacib hesab etdiyiniz işdən yayındığınız anlarda əvəzində hansı başqa, amma yenə də faydalı işlərlə məşğul olursunuz? Heç fikir vermisinizmi buna? Bəlkə də çoxumuz edirik, amma adını qoymuruq. Ola bilər. Bəlkə də Perry'nin bizə əslində demək istədiyi odur ki, əsas sual təxirə salırsınızmı deyil, daha çox necə təxirə salırsınız sualıdır. Hansı üsulla, hansı işlərlə? Necə təxirə salırıq? Bu, həqiqətən düşündürücüdür. Və bu üslubu, bu vərdişi anlamaq, gələcəkdə öz işlərinizi planlaşdırmağınıza, özünüzə qarşı daha anlayışlı, daha şəfqətli olmağınıza və hətta bəlkə də heç gözləmədiyiniz şəkildə məhsuldarlığınızı artırmağınıza kömək edə bilərmi? Bəli, bu barədə düşünməyə həqiqətən dəyər. Çox maraqlı bir baxış bucağı oldu. Məncə də. Bu mövzu üzərində düşünmək üçün yaxşı bir başlanğıcdır. Bu dərin təhlil üçün çox təşəkkür edirəm. Dinləyicilərimizə də təşəkkür edirik ki, bizimlə idilər. Ümid edirik ki, bu söhbət sizin üçün də faydalı və düşündürücü oldu. Bizimlə qalın. Bəli, Zihin Podu izləməyə davam edin. Əgər bu müzakirə xoşunuza gəldisə, kanala abunə olmağı və bəyənməyi unutmayın. Növbəti söhbətlərdə görüşənədək. Sağ olun.